Keçən dərsdə biz Word proqramında cədvəlin bir neçə üsulla yaradılması və yox edilməsi haqqında danışdıq. Və dərsin axırında cədvəlin içində müəyyən bir məlumat daxil etdik. Bugünkü məşğələdə biz cədvəlin və cədvəlin içində olan sütunların, sətirlərin və xanaların seçilməsi haqqında söhbət edəcəyik. Burada da bir neçə üsuldan istifadə etmək olar. Gəl başlayaq. Cədvəli seçmək üçün, yəni qaraltmaq üçün iki üsul var. Birinci, kursoru yaxınlaşdırırsınız. Cədvəlin sol tərəfində yuxarıda olan bu işarəsinə, yəni xaç olan işarəsinə və kursorun özü xaç işarəsini qəbul edən kimi mışqanın sol düyməsini basırsınız və cədvəl seçilir. İkinci üsul, kursoru yerləşdirirsiniz cədvəlin içində, keçirsiniz maket, layout tabına və buradan tablitsa, yəni cədvəl bölməsindən Выдель, yəni seç əmrinin sağ tərəfində olan üç bucağı basıb açılan menüdən cədvəli seç əmrini seçirsiniz. Sətri seçmək üçün kursoru lazım olan sətirdə yerləşdirirsiniz. Tutalım ki, müəllim olan sətirdə yerləşdirək. Həmin sətir aktiv olur. Yəni kursor yerləşən sətrə aktiv sətir deyirlər. Sətirdə yerləşdiririk və yenə də buradan üç bucağı basıb Выделить строку, yəni sətri seç əmrini aktiv edirik. Görürsünüz, sətir qaraldı. İkinci üsul, kursoru sol tərəfdə birinci xanaya yerləşdirib sol düyməni basırıq mışqanın və buraxmadan sağ tərəfi dartırıq. Bax belə. Bu ikinci üsul. Üçüncü üsul, mışqanın kursorunu cədvəlin qırağına çıxardırıq və ağ rəngində ox işarəsi görən kimi mışqanın sol düyməsini bir dəfə basırıq və sətir seçilir. Eyni üsulla da sütunları seçmək olar. Kursoru lazım olan sütunda yerləşdiririk. Tutalım ki, dəftər sütununda və bu yerdən Выделить столбец, yəni sütunu seç əmrini aktivləşdiririk və sütun qaraldı. İkinci üsul, və belə sütunu qaraldırıq. Üçüncü üsul, kursoru çıxardırıq sütun qırağına, yuxarı hissəsinə və fikir verir, kursor belə olanda, yəni qara balaca ox işarəsi olan kimi mışqanın sol düyməsini basırıq. Və xananı necə seçmək olar? Keçirik bura, lazım olan xanada yerləşdiririk kursoru, keçirik bura və buradan Выделить ячейку, xananı seç komandasını basırıq. İkinci üsul, kursoru yaxınlaşdırırıq xananın sol tərəfinə, aşağısına və qara rəngdə ox əmələ gələn kimi mışqanın sol düyməsini basırıq. Xana qaralır. Üçüncü üsul, kursoru yerləşdirir lazım olan xanada və 3 dəfə mışqanın sol düyməsini basırıq. 1, 2, 3. Və belə üsullarla konkret sətri, sütunu, xananı yaxud cədvəli seçmək olar. Əgər bir neçə xananı seçmək lazımdırsa, yaxud bir neçə sütunu, bir neçə sətri seçmək lazımdırsa, onda mışqanı yerləşdiririk birinci sətrin qabağında və dartırıq, buraxmadan dartırıq aşağı, yaxud aşağıda yerləşdirib dartırıq yuxarı. Mışqanın sol düyməsini buraxmadan. Eyni üsulla da sütunları eləyirik.
birinci sütunda yerləşdiririk. Seçirik və sol düyməni buraxmadan dartırıq sağa. Yaxud bu tərəfdən əgər seçiriksə dartırıq sola. Eyni üsulla xanaları seçmək olar. Yerləşdirdik bu xanada və belə seçirik. İndi sual çıxa bilər ortaya ki, bəs əgər bizə bir neçə sətr, sütun yaxud xananı qaraltmaq lazımdırsa, amma onlar bir-birinin yanında deyirlər. Onda necə eləmək olar? Tutalım ki, bu iki sətrlə, bax birinci, ikinci sətrlə axırıncı iki sətrini seçmək lazımdır. Onun əməliyyatı belə edirik. Birinci iki sətri qaraltdınız, sonra klaviaturadan Ctrl düyməsini basırsınız və Ctrl düyməsini buraxmadan aşağıdakı iki sətri qaraldırırsınız. Bax belə. Əgər sütunları lazımdır eyni üsulla seçməyə, tutalım ki, birinci və üçüncü sütunu. Onda birinci sütunu qaraldırsınız, Ctrl düyməsini klaviaturadan basırsınız və üçüncü sütunu qaraldırırsınız. Digəz bu iki xananı, bu iki xananı solda, yuxarıda və bu iki xananı sağda, aşağıda seçək, yəni qaraldaq. Xanaları qaraltdınız, klaviaturadan Ctrl düyməsini bastınız və bu iki xananı seçdiniz. Belə. Yəni Ctrl düyməsinin köməyi ilə siz cürbəcür xanaları, sətirləri və sütunları yerindən asılı olmayaraq seçə bilərsiniz. İndi klaviatura variantına baxaq, necə seçmək olar. Tutalım ki, bu sətri seçmək istəyirsiniz, yəni qaraltmaq istəyirsiniz. Kursoru birinci xanada yerləşdirirsiniz, hardan ki seçim başlayacaq. Xanada olan sözün axırında yerləşdirirsiniz, yəni qabağında yox, axırında. Klaviaturadan Shift düyməsini basırsınız və buraxmadan sağa gedən oxu basırsınız. İkinci sözü seçmək lazımdırsa, Shift düyməsini buraxmadan bir də sağa gedən oxu basırsınız. Bir də və bir də. Görürsünüz, bütün sətr seçildi. Niyə? Mən deyirəm ki, kursoru sözün axırında yerləşdirirsiniz. Sözün əvvəlində də yerləşdirmək olar. Sadəcə əməliyyat biraz gec gedəcək. Shift düyməsini basırıq, sağa gedən oxu basırıq. Görürsünüz, əvvəlcə birinci hərf seçilir, sonra ikinci, sonra üçüncü, dördüncü, beşinci, yalnız sonra bütün xana qaralır, yəni seçilir. İndi təsəvvür burada ola bilsin 5 hərfli söz yox, 10, 12, 13 hərfli söz olsun. Onda bir-bir gərək onu seçəsiniz. Ona görə ən yaxşı variant, optimal variant, kursoru xanada olan sözün axırında yerləşdirirsiniz, sonra seçim əməliyyatını yerinə yetirirsiniz. İndi tutalım ki, birinci sətri qaraldırıq, yəni seçirik və onu format eləyirik. Yəni, deyək ki, birinci sətr başlıqdır, onu yağlı eləməliyik, mərkəzdə yerləşdirməliyik və şrifti biraz artırmalıyıq. Birinci sətri seçirik və əməliyyatı buradan yerinə yetirmək olar. Mətnlər keçəndə sizə göstərmişdim. Yox, əgər siz buradasınızsa, bu tabdasınızsa və bura keçmək istəmirsinizsə, onda sağ düyməni basırsınız və açılan kontekst menyudan lazım olan əməliyyatları yerinə yetirirsiniz. Yəni, mətni edirsiniz yağlı, qırmızı, mərkəzdə yerləşdirirsiniz və şriftini biraz artıra bilərsiniz. Deyək ki, 16. Bax belə. Görürsünüz, bir əməliyyatla formatı yerinə yetirdiniz. Əgər siz bir-bir bu xanaları eləsəydiniz, eyni əməliyyatı 4 dəfə təkrarlayacaqdınız. Sonra bu iki düyməyə fikir verirsiniz. Backspace və del. Mətni keçəndə, adi mətni keçəndə sizə dedim ki, mətni yox eləmək üçün bu düymələrin fərqi yoxdur. Məsəl üçün, burada da bir kitab sözünü yığaq.
başda qaraltdıq, yəni seçdik mətni, backspace düyməsini bastıq. Seçdik mətni, dil düyməsini bastıq. Görürsünüz, fərq yoxdur. Amma cədvəlin içində fərq olacaq. Gəl burada bir iki dənə də məlumat yığım. Tutalım ki, burada yığaq. Belə deyək, direktor. Burada yığaq. Məsəl üçün şagird. Belə. Tutalım ki, bu məlumatı hamısını yox eləmək istəyirsiniz. Onda sətirləri seçirsiniz və indi fikir verirsiniz. Mən klaviaturadan del düyməsini basacağım. Fikir verirsiniz. Del düyməsi yalnız məlumatı yox elədi. İndi backspace'i basıram. Fikir verirsiniz. Bizdə burada 1, 2, 3, 4, 5, 6, 7 sətr var. Başlığı saymadım. 7 sətr. Backspace düyməsini basan kimi bu 3 sətri yox eləyəcək. Gördünüz, 4 sətr qaldı. Yəni, fərq nədədir? Del, cədvəlin içində olan məlumatı yox eləyir. Yəni, silir. Backspace düyməsi isə həm məlumatı silir, həm seçilən sətirləri silir. Cədvəllə işləyəndə burada diqqətli olun. Burada artıq backspace ilə delete arasında belə bir fərq var. Hətta bir sözü seçmək istəsəz, tutalım ki, bax, bu xanada olan müəllim sözünü silmək istəyiriksə, seçirik. Ondan sonra del düyməsini basırıq. Görürsünüz, sətr yerində qalır, xana yerində qalır. Yalnız sözü oradan, yəni olan məlumatı del düyməsi silir. Gəlin indi backspace-ə baxaq. Backspace düyməsini basan kimi sistem sizdən soruşur. Burada nəyi yox eləyim xanada? Bütün sütunu, yəni bu sütunu yox eləyəcək. Bax, belə seçsək, bütün sütunu yox eləyəcək. Bax, pozan sütununu yox eləyəcək. Görürsünüz. Bütün sətri yox eləyəcək. Bax, bütün bu sətri yox eləyəcək. Və soruşur. Sazdvigam naverx, yəni yuxarı çəkməklə məlumatı yox eləyəcək. Bu isə sazdvigam vlevo, sola çəkməklə yox eləyəcək. Görürsünüz, burada boş yer qaldı. Ona görə delete düyməsini məlumatı yox etmək üçün istifadə eləyirsiniz. Backspace düyməsini isə sətri, yaxud xananı, yaxud sütunu yox etmək üçün istifadə eləyə bilərsiniz. Bugünə bu qədər. Təşəkkürlər.